Institutunun antropologiya mərkəzi var. Bilirsən, bax bu mərkəzin əməkdaşları Şahdağ qrupuna aid olan xalqlarla bağlı maraqlı araşdırmalara başlayıblar və ekspedisiyanın son tədqiqatları Haput kəndində aparılıb. Araşdırma zamanı maraqlı proseslər müşahidə olunub. Ümumiyyətlə, mən Haput sözünü ilk dəfə də eşidirəm. Mən düşünürəm ki, bir çox tamaşaçılarımız da baxaq görək, bax bu Haput yer adıdır, belə güman eləyirəm. Ümumiyyətlə, nə ilə əlamətdardır, nə ilə fərqlənir, özəlliyi nədədir və Şahdağ qrupu deyəndə ümumiyyətlə nə nəzərdə tutulur? Baxaq. Şahdağ qrupuna daxil olan xalqlar tədqiq edilir, araşdırma aparılır. Antropologiya mərkəzinin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədli deyir ki, son bir neçə ildə ölkəmizdə yaşayan Şahdağ xalqlar qrupuna daxil olan etnik əhali araşdırılır, onların dili, yerli əhali ilə əlaqələri, münasibətləri öyrənilir. Xınalıq kəndi, Xınalıqlılar arasında araşdırmalar aparmışıq. Sonra keçən il Buduq kəndində olaraq Buduqlar arasında böyle araşdırmalar apardı. Ondan qabaq Qırızlarla və bu qrupa daxil olan bir xalqda Hapıtlar deyilən bir xalq var. Onlar arasında da araşdırma aparmağa qərara gəlmişdik və daha çox kompakt yaşadıkları Hapıtların kompakt yaşadıkları ərazi məhz İsmayıllı rayonudur. Orada bir-iki kəndi var. Molla İsaqlı kəndi ilə Hacətəmli kəndi. Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salıb və İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndin əsasını qoyublar. Alim deyir ki, bu kəndin əhalisi Azərbaycanlı kimliyi ilə özünü dərk edir və kənd sakinləri arasında Azərbaycan dili əsas ünsiyyət dilidir. Hapıtlar arasında etnik identikliyi araşdırarkən maraqlı proseslər müşahidə olunub. Son zamanlara qədər Azərbaycan həm etnoqrafiyasında bir çox tədqiqatçılar tərəfindən Hapıtların biz Qırız xalqının bir etnoqrafik bir qrupu kimi, subetnik bir qrupu kimi hesab olunurdu. Və biz etnoqrafik ədəbiyyatda da buna tez-tez rast gəldik. Və belə bir qənaətə gəldik ki, bu heç də belə deyil. Yəni, Haput etnik kimliyi özünə məxsus bir xüsusiyyətlərə malikdir. Haput etnik kimliyi mövcuddur və bu insanlar, bu xalq özünü bir ayrıca bir etnik bir qrup kimi, icma kimi təqdim edir və tanıyır. Əliağa Məmmədlinin sözlərinə görə toplanan məlumatlar və aparılan təhlillər Qırızları və Hapıtları eyni bir etnosa aid etməyə əsas vermir. Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan az saylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir.